Hər vaxtınız xeyir olsun. Bugün evdə əsl Gölcük xəngəlinin hazırlanmasını bölüşürəm. Onun üzərinə duz əlavə edib qarışdırıram. 2 ədəd yumurta ağı və su əlavə edib bərk xəmir hazırlayıram. Gölcük xəngəlinin bişəndə dağılmaması üçün gördüyünüz kimi çox bərk bir xəmir hazırlayıram. Gördüyünüz kimi bu cür çox bərk xəmir hazırlayırıq. Xəmiri kündələrə ayırıram. Kündələr hazır olduqdan sonra üzərini örtüb 20 dəqiqə gözlədirəm. İçək hazırlayıram. Yağlı qiymənin üzərinə 2 ədəd soğan, ədviyyatlar, duz, istiot, keşniş əlavə edib qarışdırıram. 1 stəkan da soyuq su əlavə edirəm. Kündəni unlayıb yayıram. Bu naziklikdə yaydıqdan sonra bir xörək qaşığı içlik əlavə edib bükürəm. Qazanda su qaynadıram. Qaynar suya duz əlavə edirəm. Xəngəli qaynar suya əlavə edib 10 dəqiqə bişirirəm. On dəqiqə bişdikdən sonra sudan çıxardıram. Bir dənəsi də əzilmədən ən ləzzətli Gölcük xəngəli alınır.